Mən Atayev Leyla, Məmmədli Leysanın anasıyam. Qızım artıq 3 həftədir, 3-cü həftədir bu bağçadadır. Ən çətini bu bağçanı tapmaq idi. Tapandan sonra məndə həyəcan var idi adaptasiya ilə bağlı ki, qızım bura necə öyrəşəcək. Və qızım 2 həftə bağçaya çox gözəl həvəslə gəlirdi və hər dəfə bağçadan çıxanda mənə deyirdi ki, bura çox xoşuma gəldi. Ailə xanım da demişdi ki, çox vaxt krizislər 2 həftədən sonra baş verir. Çünki 2 həftə sonra qızımda birdən getmək istəmirəm kimi hallar baş verdi. Amma burada əsas nədir? Yəni valideynin məncə güvənməyidir təhsil ocağına, bağçaya. Burada biraz öz davamlılığını göstərməlidir. Və gözləyək ki, indi necə öyrəşəcək. Mən əminəm ki, öyrəşəcək bura. Bu bağçanı necə tapdı və nə üçün seçdim? İlk növbədə mənim üçün adaptasiya məsələsi çox önəmli idi. Çünki mən heç bir halda istəmirdim ki, mən sadəcə qızımı içəri buraxım və bütün günü onu içəridə qoyum, axşama qədər və çıxım gedim. Mən istəyirdim ki, mən oturum və görüm o nə edir. Həqiqətən elə oldu ki, mən içəridə otura bildim, lakin qızım heç yanıma gəlmək istəmirdi. Hətta yəni mən öz gözlərimlə gördüm ki, hər şey yaxşıdır. Mən öz gözlərimlə hətta başqa müəllimlərə də baxırdım ki, görüm başqa müəllimlər necə davranır başqa qruplarda. İkinci punkt o idi ki, digər bağçalarda olmayan bir şey və çox nadirən rast gəlinən uşağa verilən müstəqillik. Biz sınaq dərsi olaraq gedirdik bəzi bağçalara və hər yerdə mən görürdüm ki, hər şey uşağın yerinə eləyirlər. Bizdə evdə də belə deyil. Çünki mən özüm də uşağıma hər zaman icazə verirəm ki, o özünə güvənli olsun deyə özünə xidməti bacarsın, hər şey onun əlinin altında olsun və o onları istifadə etməyə bacarsın. Amma digər bağçalarda mən görürdüm ki, buna icazə yoxdur. Hər şey uşağın yerinə eləyirlər, ağzını silirlər, geyindirirlər, aparırlar, əlindən tuturlar, hətta pilləkəndən belə sərbəst düşməyə qalxmağa icazə vermirlər. Mən başa düşürəm, digər bağçalarda bu təhlükəsizlik məsələsi kimi qəbul olunur, amma bu mənim üçün uyğun olmayan sistem idi. Mən istəyirdim ki, mənim qızım bu həyata özgüvənli addımlarla başlasın. Mən bu bağçanı seçdim, çünki burada özgüvən, müstəqillik və müəyyən olmuş çərçivələr var. Və üçüncü punkt mənim üçün mühitin işıqlı, ürək açan olmağı idi. Yəni böyük pəncərələrin olmağı, uşağın təbii işıqda işləməyi, inkişaf etməyi, oynamağı, bu da mənim üçün əslində seçimim bir bir önəmli punktuydu. Ona görə bütün bunları mən burada tapdım deyə, bütün bunlar burada cəmləşib deyə burada seçimimi dayandırdım.